İslamda məscid sadəcə daş və betonla inşa olunan bir bina deyil. Məscid Allahın evidir. Bura dua yeridir, camaat namazı yeridir, qəlbin rahat olduğu, sükunət tapdığı bir yerdir. Eyni zamanda birliyin, elmin və maariflənmənin bir mərkəzidir. Dünyanın hər yerində müsəlmanlar məscid tikmək üçün yarışır. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə buyurmuşdur. Kim Allah üçün bir məscid tikərsə, Allah ona cənnətdə bir ev tikər. Məscidlərdə gündəlik namazlar qılınsa da, cümə xutbələri verilsə də, bura yalnız ibadət yeri deyil. Burada ibadətlə yanaşı insanlar ədəb və əxlaq öyrənir. Birlik və bərabərlik aşılanır. Burada ehtiyaclılara yardımlar edilir, xəstələrə dəstək olmaq təşviq olunur. İnsanların imanı artır, mənəviyyatları güclənir. Bunların hamısı sağlam bir cəmiyyət formalaşdırmağa xidmət edən amillərdəndir. Allaha dua edirəm ki, bizləri Allahın evlərini ucaldan, tikən, məscidləri sevən və ora bağlı olan qullarından etsin. Amin.